Salam əziz dostlar, sizi yenidən Böyük Pullar kanalında görməyə şad oldum. Əgər bu videonu izləyirsinizsə, deməli siz internetdən pul qazanmaq istəyirsiniz. Özdə bu günləri təqdim edəcəyim metodla siz tamamilə heç nə etməyəcəksiniz. Sadəcə bir dənə qeydiyyatdan keçəcəksiniz və pullar sonra özü sizə gələcək. Demək olar ki, heç bir reklam izləmirsiniz, heç bir sayta girmirsiniz, heç nə etmirsiniz. Nə bir video izləyirsiniz, nəyisə klikləyirsiniz, heç bir klik falan, heç nə yoxdur. Sadəcə qeydiyyatdan keçirsiniz və pullar özü sizə gəlir. Əvvəlcə qeyd edeyim ki, kanalımıza abunə olun. Kanalıma abunə olduq ki, gələcəkdə digər videolardan da xəbərdar olasınız. Və bir dənə də xahişim var sizdən. Əgər bu videoya baxırsınızsa, mümkünsə bu videoları, ümumiyyətlə mənim kanalımda yerləşdirilən videoları, əgər faydalanırsınızsa, heç olmasa onları əməyə hörmət olaraq öz Facebook, Adnoklassik, Twitter və digər sosial şəbəkələrdə profillərinizə paylaşsanız sevinərəm ki, biz qazanırıq, qoyun başqaları da bilsin, başqaları da qazansın. Bəli əziz dostlar, başlayaq bugün sizə təqdim edəcəyim saytdan. Saytımızın adı Globsinter'dir. Globsinter saytı. Aşağıda linki yerləşdirmişəm. Linkə daxil olun. Linkə daxil olandan sonra belə bir səhifə açılacaq. Bura e-mailinizi yazacaqsınız və Naçat zarabatlar. Yəni bu sonra bunu klikləyəcəksiniz. Ondan sonra sizə e-mailinizə məktub gəlməlidir. Oradan girib təsdiqləyirsiniz, qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçəndə bir şey deyim ki, bəziləriniz deyir ki, mən qeydiyyatdan keçə bilmirəm, yazıram, səhv verir, yazıram, səhv verir. Qeydiyyatdan keçəndə parolun birini, parolda həm hərflərdən istifadə edin, həm də rəqəmlərdən. Paroldakı hərfin biri böyük hərflə yazın. Məsələn, yazırsınız ki, parolu, nə bilim, ABC 123 yazırsınız da. A-nı böyüklə yazın, ya B-ni. Onu da yadınızda saxlayın ki, yəni hansını böyüklə yazmışsınız, sayta daxil olanda, yəni yadınızdan çıxmasın. Buraya e-mailinizi yazdınız, Naçat zarabat verdiniz. Sonra sizin e-mailinizə məktub gələcək. Oradan girdiniz, qeydiyyatdan keçdiniz. Tutaq ki, qeydiyyatdan keçdiniz. Dediyim kimi, linki aşağıda yerləşdirəcəm. Bu linkə daxil olub qeydiyyatdan keçə bilərsiniz. Bəli, indi daxil olub əsas məsələ. Yəni, siz necə heç nə etmirsiniz, amma sizə pul gəlir. İndi bunu sizə göstərəcəm. Burada mən öz hesabıma daxil olmuşam. Mənim hesabımdır. Burada Zagruska olan hissəyə girirsiniz. Gördüyünüz kimi Windows 7 üçün, Windows XP üçün, Android və iOS üçün proqramlar var. Bu proqramlar nədir? Birinci buradan başlayaq. Kompüter üçün. Bu personal kompüterlər üçündür. Fərqi yoxdur personal, yəni kompüter üçündür bu. Bunları ustanovka eləsəniz kompüterinizdə reklamlar çıxacaq. Mən ümumiyyətlə bu metoddan istifadə etmirəm. Mən əsasən Androiddən istifadə edirəm. Girirsiniz Play Marketə, qeydiyyatdan keçəndən sonra təbii ki. Qeydiyyatdan keçsiniz, sonra girirsiniz Play Marketə. Play Marketdə yəqin ki, bu dəqiqə hamımızda Android və yaxud da iPhone falan, hamıda Android sistemi ilə işləyən və yaxud da iOS-la işləyən telefonlar hamıda var demək olar ki. Qeydiyyatdan keçdiniz, daxil oldunuz Play Marketə, Globus yazacaqsınız və çıxacaq. Həmin proqramı yükləyəcəksiniz. Proqramı yükləyəndən sonra daxil olursunuz, öz şifrənizi və nickname-inizi daxil edirsiniz. Bura daxil edirsiniz. ISO. Sonra necə baş verir hadisələr? Deməli, sizin telefonunuza yəqin ki, bu dəqiqə hər yerdə Wi-Fi var da, Wi-Fi da və yaxud da megabyte falan hamı da açıq olur demək olar ki. Temboli WhatsApp məşhur olan dövrdə demək olar ki, hamı da telefonlara bu dəqiqə internet postayanı açıq olur. Və internet açıq olduğu üçün sizin telefonunuzda gün ərzində müxtəlif reklamlar gələcək. Bu reklamlar sayəsində sizə pullar gələcək. Siz heç nə etmirsiniz. Sadəcə telefon öz-özünə reklamlar gəlir. Sadəcə bir dənə onu deyim ki, bir dənə proqramı yükləyirsiniz və daxil olursunuz həmin proqrama şifrəniz və nickiniz sayəsində. Gün ərzində demək olar ki, bir neçə dənə reklam gəlir. Bir neçədən çox, daha çox reklamlar gəlir. Baxır da, bəziləri deyə bilər ki, mənə niyə reklam gəlmir? Birinci onu yoxlamaq lazım ki, sənin telefonu internetə bağlıdır, yoxsa bağlı deyil. Wi-Fi-ın açıqdır, açıq deyil. Yəni, Wi-Fi-ın açıq olması və yaxud da ki, internetin açıq olması mütləqdir ki, telefona reklamlar gəlsin.
Dediyim kimi, yəni bu telefonunuz orada boş-boşuna dayana da bilər. Hər halda ayın sonuna kimi. Düzdür, bu da kiçik məbləğ, yəni pul verir. Yəni pul, yəni o da böyük bir şeydir. Hər halda, yəni telefon boş-boşuna orada dayanmaqdansa, hər ayın sonu bir neçə, özü burada evro sistemi ilə işləyir. Bir neçə evro qazanmağınız məncə pis olmazdı. Ümumiyyətlə burada da bax göstərim sizə. Məsələn bu ayın bu nəticəsidir, 19-udur. 19-u mənə gələn reklamlar 19-18. Görürsünüz, çox kiçik məbləğlərdir, amma ayın sonunda bir neçə evroya qədər gəlib çıxır. Dediyim kimi, siz yəni telefonunuzu qırağa qoya da bilərsiniz, telefonunu heç istifadə etmirsiniz, amma telefonunuz internet açıqdırsa reklamlar gələcək və daha çox qazanacaqsınız. Bəli əziz dostlar, yenə baxın, seçim özünüzdür. Şəxsən mən hər ayın sonunda bir neçə evro qabağa düşürəm. Siz də qabağa düşsəniz çox sevinərəm. Bəli, bir də onu deyim ki, burada ödəmə əsasən WebMoney sistemi ilə işləyir. Yəni pullarınızı WebMoney-yə göndərəcəksiniz, WebMoney-dən çıxarda bilərsiniz. WebMoney-də yəqin ki, nə olduğunu hamımız bilir. Yəni mən sizə həmişə deyirəm Payeer-lə, Payzer ilə işləyirəm. Burada Payeer və Payzer olmadığı üçün mən WebMoney var, WebMoney ilə. WebMoney ümumiyyətlə demək olar ki, bütün saytların əksəriyyət alış-veriş saytlarında, nə bilim, başqa digər çox saytlarda WebMoney işlənir. Adi tutaq ki, mən özüm World of Tanks oyunu oynayıram. Həmin iqrada mən tank almaq üçün WebMoney sistemindən istifadə edirəm. Demək olar ki, oradakı tankların əksəriyyəti mən WebMoney hesabla almışam. Dediyim kimi əziz dostlar, seçim sizindir. Baxın da görün. Əgər istəyirsiniz telefonunuz sizin üçün işləsin, onda daxil olub qeydiyyatdan keçin, proqramı yükləyin və gün ərzində bir neçə reklam gələcək. Heç nə etmir, tamamilə heç nə. Bəzilərini tələsir, baxır telefona ki, görün reklam gəldi, gəlmədi. Yüklədiniz, telefon qoyun, yaddan çıxardın ki, belə bir proqram var telefonunuzda. Ayın sonunda bir dəfə baxın ki, nə qədər pulunuz var, nə qədər yoxdur və s. Bəli, əziz dostlar, kanalıma abunə olun. Kanalda digər videolar var, onlara da baxın. Əgər bir yerdə qazanaq, əgər sizin də bildiyiniz hər hansı bir saytlar varsa qazanmaq üçün mənə desəniz çox sevinərəm. Belə, nəsə bir sualınız, sözünüz olsa kommentariyada yaza bilərsiniz. Eləcə də e-mailimdə yerləşdirəcəm, həmin e-mailimdə də məktublarınızı yaza bilərsiniz. Çox sağ olun hər şey üçün. Videomu izlədiyiniz üçün çox sağ olun. Və dediyim kimi kanala abunə olaq və mümkünsə videoları paylaşaq ki, digərləri də xəbərdar olsun. Çox sağ olun.